Salam, hər vaxtınız xeyir. Diaspora TV-nin efirində həftənin yekunu ilə Səbinə Məlikovadır. Əvvəlcə qısa başlıqlara nəzər salaq. Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı ailəsi ilə birgə həcc ziyarətini edib. Azərbaycana qayıtdıqdan sonra dövlət başçısı nazirlərlə iclas keçirərək manatın məzənnəsi də daxil olmaqla bir sıra məsələlərə aydınlıq gətirib. Azərbaycan ordusu özünün ən böyük hərbi təlimlərindən birini keçirdi. Erməni soyqırımı haqqında qanun layihəsi Ukrayna Ali Radasında müzakirəyə çıxarılmayacaq. Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Ukraynalı sədri Roman Nəsirov. Qondarma erməni soyqırımının anım tədbirləri ərəfəsində Dnepropetrovskda azərbaycanlılara erməni təxribatına uymamaq tapşırıldı. Qubadlıda azərbaycanlıların həyatını xilas etmiş Ukraynalı Babəkin həlak olmasının il dönümünü həmvətənlərimiz də yad etdi. Ötən həftə bütün dünyanı sevindirən İran indi niyə geri addım atır? Elə indi daha ətraflı. Azərbaycan Prezidenti İlham Əliyev həftənin əvvəlində Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçısı əvvəlcə Ciddi şəhərində bir sıra rəsmi görüşlər keçirib. Danışıqlar zamanı iki tərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar. Prezident ailəsi xüsusi zəvvar libası geyinərək Əl-Haram məscidinə gəliblər. Azərbaycan Prezidenti İlham Əliyev və onun müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf ediblər və məsciddə namaz qılıblar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada da namaz qılıblar. Qeyd edək ki, Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Bu dəfə Kəbənin qapıları Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açılıb. Sonra Səffa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasında məsafəni İslam dünyasının ayinlərinə uyğun olaraq 7 dəfə qət ediblər. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı krallığına rəsmi səfəri çərçivəsində Mədinə şəhərində də olub. Dövlətimizin başçısı, xanımı və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət edib və orada namaz qılıblar. Məhəmməd Peyğəmbərin dəfn olunduğu yer müstəsna hal kimi bu dəfə də ali qonağın və ailə üzvlərinin ziyarəti üçün açılıb. Neftin qiymətinin kəskin düşməsi Azərbaycanın ümumi dinamik inkişafına təsir etməyib. Bunu Nazirlər Kabinetinin 2015-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bəyan edib. Dövlət başçısı qeyd edib ki, bizim cəmiyyətimiz xüsusilə gənc nəsil Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu heç vaxt unutmamalıdır. Ermənistan sülh istəmir, status quo-nun dəyişilməz qalmasına çalışır. Buna görə də münaqişə həll olunmur. Biz Ermənistana qarşı daha da fəal mübarizə aparırıq. Bütün beynəlxalq regional layihələrdən onları təcrid etmişik. Ancaq onların rəsmi statistik məlumatlarına görə əhalinin 30%-i yoxsulluq, səfalət içində yaşayır, amma real qiymət 50-60%-dir. Ancaq onların rəsmi məlumatlarına görə ölkədən 60-70 min insan hər il həmişəlik köçür, amma bizdə olan məlumat onu göstərir ki, 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan dövlətində tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq. Və dəfələrlə mən bunu demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. 20-ci əsrin əvvəllərində tərtib olunan Çar Rusiyasında xəritələrə baxmaq kifayətdir ki, orada bir dənə erməni toponimini tapmaq mümkün deyil. İndiki Ermənistanın 80%-nin bütün kəndləri Azərbaycan mənşəli adları daşıyırdı. Yəni, bu bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Yəni, bu bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün
çalışırıq, çalışacağıq. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə dərman preparatlarının bahalığından narazılığını ifadə edib. Prezident bu sahədə vəziyyətin araşdırılıb, tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verildiyini də vurğulayıb. İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumdaxili məhsulun 5%-dən çox artdığını deyib. Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3% olduğunu da bəyan edib. Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtı ilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bugün bu nəticələr o qədər də ürəkən olmazdı. Əksinə bizi stagnasiya, resessiya gözləyə bilərdi. Necə ki, biz indi dünyada, bölgədə bəzi yerlərdə bunu müşahidə edirik. Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır. Xarici maliyyə resurslardan asılı deyil. Əksinə, biz indi özümüz donor kimi başqa ölkələrə, eyni zamanda beynəlxalq maliyyə qurumlarına öz maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir. Dövlət başçısı çıxışında birinci rübdə baş verən iki önəmli hadisəyə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub. Sonda Vergilər naziri Fazil Məmmədov, Nəqliyyat naziri Ziya Məmmədov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər. Azərbaycan Respublikasının silahlı qüvvələri bütün qoşun növlərinin cəlb olunması ilə aprelin 5-dən başlanan iri miqyaslı birgə təlimlərin gecə vaxtı döyüş atış mərhələlərini keçirib. Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi yoxlanılıb. İlk dəfə gecə vaxtı və məhdud görmə şəraitində keçirilən birgə təlimlərin bütün elementləri dəqiq və peşəkarlıqla yerinə yetirilib. Təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və döyüş əzmi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, təlimlərdə 15 min nəfərədək şəxsi heyət, 200-ədək zirehli texnika, raket və artilleriya qoşunlarının 3 mindən artıq qurğusu, hərbi hava qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizə məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit raket birləşmələri də iştirak edib. Bu yaxınlarda Ermənistana səfər edən Ukrayna Ali Radasının deputatı Vitali Barvinenko parlamentdə erməni millətinin soyqırımını qəbul etmək haqqında qanun layihəsini qeydiyyatdan keçirib. Bu qanun layihəsinin Ukraynalı parlamentarlərin Azərbaycana uğurlu rəsmi səfərindən sonra təqdim edilməsi yenə də erməni-pərəst qüvvələrin təxribatı kimi qiymətləndirilir. Bu həftə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimovun tapşırığı ilə məhz erməni millətinin soyqırımını qəbul etmək haqqında qanun layihəsinin Ali Radada qeydiyyatdan keçməsini müzakirə etmək üçün Kiyevə gələn deputat Rüfət Quliyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində Ukraynalı həmkarları ilə görüşüb. Onun sözlərinə görə Ukrayna xarici siyasətinin istiqamətini müəyyən etməzdən əvvəl həm Azərbaycanın, həm də Ermənistanın Ukrayna üçün nə etdiyi barədə düşünmək lazımdır. Əgər Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Ukraynanın ərazi bütövlüyünü, iki ölkə arasında ticarəti və digər iqtisadi əlaqələri dəstəkləyirsə, Ermənistan elə həmin beynəlxalq təşkilatın tribunalarında tamam başqa mövqe ilə çıxış edib. Ukraynalı millət vəkili Roman Nasırov qeyd edib ki, Ukrayna Ali Radasında deputatlar çoxluğu Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün əllərindən gələni edir və bu münasibətlərin korlanmasına heç vaxt imkan verməyəcəklər. Erməni-pərəst qüvvələrin nə etməsindən asılı olmayaraq, erməni millətinin soyqırımını qəbul etməyə haqqında qanun layihəsi qəbul edilməyəcək. Roman Nasırov qeyd edib ki, Yanukoviçin prezidentliyi dövründə ona yaxın erməni-pərəst qüvvələr Ermənistana gizli yollarla silah satıb. Bu, daha sonra Azərbaycan tərəfindən sübut olunub. Mövcud hakimiyyətin idarəçiliyi zamanı isə bu mümkün deyil. Statın sonu. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynullah Mədətlinin iki ölkə arasındakı münasibət
münasibətləri möhkəmləndirmək üçün gördüyü işlərdən danışıb. O qeyd edib ki, Ukraynada Azərbaycan kimi separatizmdən əziyyət çəkir. Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edərək özü təcavüzkar rolunda çıxış edib. Ukrayna parlamentində Azərbaycanı dəstəkləyən kifayət qədər qüvvə olduğunu deyən diaspor sədri hesab edir ki, Ukrayna-Azərbaycan münasibətlərinə xələl gətirməkdə maraqlı olan qüvvələrin atdığı addımlar həmişə olduğu kimi bu dəfə də puça çıxacaq. Erməni təxribatına uymayın. Bu xəbərdarlıq isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Dnepropetrovsk Azərbaycanlıları Liqasının bu şəhərdə yaşayan azərbaycanlılarla görüşü zamanı səslənib. Bu məsələnin Dnepropetrovskda müzakirə edilməsi təsadüfi deyil. Çünki Dnepropetrovsk Azərbaycanlıları Liqası Ukraynada fəaliyyət göstərən ən böyük və ən güclü diasporalardan biridir. Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmailov Azərbaycanlı alim Eldar Tağıyevin də iştirak etdiyi görüşdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukrayna-Azərbaycan münasibətlərinin artıq daha da möhkəmlənməsindən danışıb. Onun sözlərinə görə Ukraynalı parlamentarilərin bu yaxınlarda Bakıya rəsmi səfəri bu münasibətlərin əslində necə də sıx dayaqlara malik olduğunu bir daha sübut etdi. Hikmət Cavadov vurğulayıb ki, Dnepropetrovskda çoxsaylı Azərbaycan diasporu var. Biz çox sevinirik ki, onlar arasında ziyalılar, şəhərin sayılıb seçilən insanlarından hesab edilən iş adamları çoxluq təşkil edir. Görüşdə yerli sakinlər Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmailovun rəhbərliyi altında Azərbaycan Məktəbi və Mədəniyyət Mərkəzinin uğurlu fəaliyyətindən məmnun olduqlarını bildiriblər. Sonda Azərbaycan diasporunun Ukraynadakı inkişafı ilə bağlı müzakirələr aparılıb. Artıq 24 ildir ki, Azərbaycanlılar üçün Ukraynada da bir Babək dəfn edilib. Bu o Babəkdir ki, Qubadlıda yüzlərlə Azərbaycanlını xilas edərək son gülləsinə qədər döyüşərək həlak olub. Amma bir Azərbaycanlının belə əsir düşməsinə imkan verməyib. Əsl adı Oleg Babak olan sonuncu Sovet İttifaqı qəhrəmanının anım mərasimi dəfn edildiyi Poltava vilayətində keçirilib. Anım tədbirində Ukraynanın yüksək çinli dövlət məmurları ilə yanaşı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmailov, Liqanın üzvləri Eldar Tağıyev, Nadir Zeynalzadə, professor Arif Quliyev də iştirak edib. Şəhidin məzarı üzərinə gül dəstələri düzüblər. Это случилось 7 апреля 1991 году на территории поселка Юхары-Жебекли Кубатлинского района, недалеко от дороги Горис-Кафан. В неравном бою с боевиками национальной армянской армии, так они себя называли, Олег Яковлевич Бабак погиб. При этом спас жизнь мирным жителям поселка Юхары-Жебекли и своим подчиненным солдатам срочной службы. Ukraynanın Poltava vilayətində anadan olan 24 yaşlı ata-anasının yeganə övladı toyuna Babak Oleg Yakovleviç Babakın toyuna hazırlaşırmışlar onun. Bugün onların evinə, mənzilinə daxil olanda həmin çarpayda anası bir kukla qoymuşdur və elə hər gün belə təsəvvür edir ki, Babak qayıdacaq geri və onun nə vaxtsa toyunu eləyəcəklər. Allah rəhmət eləsin şəhidlərimizə və Oleg Babaka. Mərasim iştirakçıları Oleg Babakın adını daşıyan məktəbdə onun adına açılmış muzeyi də ziyarət ediblər. Xatırladım ki, 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleg Babak SSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində Qubadlıya göndərilir. Burada yerli kənd cəmaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı Ukraynalı leytinant heç bir nəfər də Azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşur və qəhrəmancasına həlak olur. Onun bu sücayəti nəticəsində yüzlərlə Azərbaycanlının həyatı xilas edilib. Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Oleg Babakın həyatını xilas etdiyi Qubadlı sakinləri onu Babək adlandırırlar. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun idarə heyətinin növbəti yığıncağında yüzlərlə Azərbaycanlının həyatını xilas etmiş Oleg Babaka Azərbaycan Milli Qəhrəmanı adının verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanacaq.
İran nüvə proqramı ilə bağlı yekun razılaşmanı ölkə üzərindən bütün sanksiyalar götürüldükdən sonra imzalayacaq. Bu fikirləri Prezident Həsən Ruhani səsləndirib. Onun sözlərinə görə sanksiyalar ləğv edilərsə, İran tərəfi eyni gündə razılaşmanı imzalayacaq. Ruhani bildirib ki, nüvə danışıqlarında iştirak edən bütün tərəflərin qarşılıqlı mənfəət əldə etməsini istəyir. Qeyd edək ki, altılıq ölkələri ilə İran arasında Lazannada aprelin 2-sində baş tutan danışıqlarda əldə edilən razılaşmaya görə nüvə proqramı üzrə sazişin hazırlanması iyunun 30-u başa çatacaq. Razılaşmanın şərtlərinə görə İran nüvə obyektlərinin 3/2 hissəsinin fəaliyyətini 10 il ərzində dayandırmalıdır. Eyni zamanda uranın zənginləşdirilməsi ilə bağlı bütün proqramları 25 il müddətinə beynəlxalq nəzarətə verəcək. Bunun qarşılığında isə Avropa İttifaqı İrana qarşı tətbiq ediləcək sanksiyaları aradan qaldıracaq. Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl vilayəti üzrə regional bölməsinin rəhbəri İbrahimov Söhrab Mədətoğlu xərçəng xəstəliyindən dünyasını dəyişib. Söhrab İbrahimov Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl vilayəti üzrə regional bölməsinin sədri olmaqla yanaşı, Vahid Rusiya Partiyasının və Rusiya Xalqlar Assambleyasının Yaroslavl vilayəti üzrə şuralarının üzvü olub. Allah rəhmət eləsin. Və salam, biz həftəni belə gördük. Yeni həftədə görüşmək diləyilə salamat qalın.